Yoldaşım icazə vermir ki, arada bir gedəm anamgilə, görüm nə var, nə yox. Elə ki, güclə bala icazə alıb gedəndə, səhərsi günü görürəm ki, zəng edir ki, haçan gəlirsən? Yoldaşım söyləyir ki, uşaq üçün çox darıxıram. Evə gələndə, görəndə ki, ev boşdur, başlayıram darıxmağa. Ona görə deyir ki, sən özün gedirsən, get, amma uşağı aparma. Rayon da uzaq olduğuna görə gedib 2 gün qalmaq sərf eləmir. Gərək getdiyinə görə heç olmazsa 1 ay rahat qalasan ya da 15 gün qalasan ki, biraz normal istirahət edə biləsən. Yoxsa elə yollarda qalırsan 2 günə. Düzdür, rayon evi üçün darıxsam da, amma gedən kimi bir gün yaxşıdır, amma səhərsi başlayır məndə darıxmaq. İstəyirəm ki, bura gəlim. Deyirəm ki, görən neynədilər burada, nə oldu, nə baş verdi. Ona görə də ürəyimdən olur ki, yoldaşım zəng eləsin ki, desin ki, haçan gəlirsən. Mən də yığış eləyim, gəlim. Belə məsələləri deyir, ata-atın yanına bağlasan. Məndə də o məsələ olur. Elə gedəndən bir səhərisi, bir gün, 2 gün sonra gözüm telefonu axtarır ki, görən haçan deyəcək ki, haçan gəlirsən.